622-ci ildə müsəlmanların bir hissəsi ağır basqılar nəticəsində öz doğma torpaqları olan Məkkədən ayrılaraq Mədinəyə hicrət etmişdilər. Rəsulullah sallallahu əleyhi və səlləm isə bütün çətinliklərə rəğmən müəyyən səbəblərdən hələ də Məkkədə idi. Nəhayət o da Allahdan icazənin gəlməsi ilə Mədinəyə köç etməyə hazırlaşır. Çünki Həzrəti Muhammed sallallahu əleyhi və səlləmə qarşı hər an sui-qəsd ola bilərdi. Qureyş içərisində onu qoruyub qollayan təkcə əmisi Əbu Talib vardı. Onun da vəfat etməsi ilə müşriklər həddən artıq zalımlıqlar göstərərək burada qalan müsəlmanlara işgəncə edir, dinlərindən döndərməyə çalışırdılar. Həzrəti Peyğəmbəri qətlə yetirmək üçün hər cür yola əl atırdılar. Yolda onu böyük təhlükələrin gözlədiyini bildiyi halda Rəsulullah sallallahu əleyhi və səlləm Məkkədən acı və həsrətlə Mədinəyə köçməyə başlayır. Rəsulullahın hicrətindən sadəcə bir neçə ay keçmişdi. Tarix 623-cü ili göstərirdi. İrakli son bir həmlə olaraq bütün gücünü toplayıb Konstantinopoldan uzaqlaşıb Trabzona, oradan da Qara dənizə gedir və İrana arxadan hücum hazırlıqlarına başlayır. Çünki onun başqa bir çarəsi qalmamışdı. Ya bu savaşda tamamilə yox olacaq, ya da son bir həmlə ilə İranı məğlub edəcəkdi. Nəhayət həmin ildə İrakli İrana Qara dəniz tərəfdən hücuma başlayır. Məcusilər təbii ki, belə bir şeyə inana bilmirdilər. Onlar İraklinin təslim olmasını gözləyərkən o hücuma keçmişdi və İran ordularına ağır zərbələr endirirdi. 624-cü ildə böyük bir şok yaşayan İranlılar işğal etdikləri bir çox yerlərdən qovularaq çıxarılır. Nə hikmətsə həmin ildə Ərəbistanda İslam aləmi üçün böyük əhəmiyyət daşıyan Bədr döyüşü başlamışdı. Uzun bir aradan sonra Bizansın qalibiyyətə doğru addım-addım irəlilədiyi 624-cü ildə müsəlmanlarla müşriklər Mədinə ilə Məkkə arasındakı Bədr adlı yerdə qarşı-qarşıya gəlirlər. Bu döyüşdə qəlbində iman olan hər kəs müşriklərə qarşı vuruşmaq arzusunda idi. O qədər ki, yaşı az olduğuna görə Rəsulullahın geri qaytardığı uşaqlar hönkür-hönkür ağlayaraq savaşa qatılmaq üçün Həzrəti Peyğəmbərdən izin almağa çalışırdılar. Həzrəti Muhammed sallallahu əleyhi və səlləm öndərliyində təxminən 300 səhabə vardı. Müşriklərin ordusu isə 1000 nəfərdən çox idi. Müsəlmanlar qat-qat az olmalarına baxmayaraq müşriklərlə savaşa girirlər. Çünki onlar inanırdılar ki, Allahın yardımı ilə necə az ordular özlərindən sayca çox olanlara qalib gələ bilərlər. Bu barədə Ali İmran surəsi 124 və 125-ci ayələrə baxın. Orada müşriklərin səfində döyüşənlərdən biri həmin anları belə xatırlayır. Bədr günü göylə yer arasında alaca atlar üstündə ağbənizli və sarıqlı adamlar gördüm ki, onlar bizimkiləri öldürür, əsir edirdilər. Bu döyüşdə müşrik ordusu 70 nəfər itki verir. Bir o qədər də əsir düşdüklərini gördükdə parçalanmağa başlayırlar. Çünki savaşda qeyri-adi şeylər olurdu. Belə bir orduya qalib gəlmək mümkün değildi. Yaşlısı, cavanı ilə hər kəsin Allah rızası üçün çıxdığı bu yolda müsəlmanlar qalib gəlirlər və ilk dəfə öz dinlərini rahatca yaşamağa başlayırlar. 625-ci ildə İrakli və ordusu məcusilərə qarşı hücumu davam etdirərək Xosrov Pərvizə göz açmağa imkan vermir. Bizanslar Azərbaycana gələrək atəşpərəstliyin mərkəzi sayılan bir çox sitayiş yerlərini darmadağın edir. İran ordusu ağır itkilər verərək geri çəkilməyə məcbur olurlar. Beləcə Rum surəsinin ilk 5 ayəsindəki xəbərlər bir-bir çıxmış oldu. 3-cü ayədə Rumların məğlubiyyətindən sonra qalib gələcəyindən bəhs edilir. 623-625-ci illərdə bu xəbər gerçəkləşir. 4-cü ayədə o gün müsəlmanlar sevinəcəklər buyurulur. Eynilə bu hadisə də olduğu kimi çıxır. İlk olaraq müsəlmanlar tərəflərini saxladıkları Bizansın qalibiyyəti ilə sevinirlər. Çünki qarşı tərəfdə atəşpərəstlər vardı. Bunlar Ərəbistan müşrikləri ilə eyni etiqata sahib olduqlarından gələcəkdə müsəlmanlara qarşı çıxacaqdılar. Digər tərəfdən də İslam hələ yenicə yayılmağa başlayır. Ərəbistan xaricinə çıxmamışdı. Dolayısıyla xristianlar bunu eşidib açıq şəkildə inkar etmədikləri səbəbilə hələ də haqq yolunda sayılırdılar. Ən böyük sevinc isə Rum hadisəsindən bir neçə ay keçməmiş İslam dini üçün varlıq savaşının verildiyi Bədr döyüşündə müşriklərə qarşı qalibiyyətlə yaşanır. Müsəlmanlar sevinc üstünə sevinc yaşayırlar. Sonra möcüzəvi şəkildə 4-cü ayənin əvvəlində verilən xəbər gerçəkləşir. Orada bütün bu hadisənin baş vermə tarixi Ərəbcədə bid'əsinin sözləri ilə göstərilir. Bu ifadə ərəb dilində 3-dən 10-a qədər olan rəqəmləri təmsil edir. Bu o deməkdir ki, Rum surəsində verilən müjdələr maksimum 10 il ərzində ortaya çıxacaq. Diqqət edin, 616-cı ildə Bizanslar məğlub olurlar. 623-cü ildə ilk dəfə qalib gəlməyə başlayır. 625-ci ildə isə tam zəfər qazanırlar. Müharibəni uduzduqları vaxtdan ilk qalibiyyətə qədər 7 il, tam zəfərin qazanılmasına qədər isə 9 il keçir. Bu iki tarixin
hansını qəbul ediriksə edək, Qurandakı bid'asinin ifadəsinə uyğun gəlmiş olur. Qurandakı bu möcüzəni gördükdən sonra bir çox insan İslam dinini qəbul etməyə başlayır. Quran möcüzələrindən biri də Rum surəsi ilk ayələrini 7 qiraət formalarından biri ilə oxuduqda ortaya çıxır. Həmin qiraət formasında 2-ci və 3-cü ayələrdəki sözlərin hərəkələri fərqlidir və belə bir məna bildirir. Rumlar məğlubiyyətlərindən sonra qalib gəldilər və irəlidə məğlub olacaqlar. Davamında o gün möminlər sevinəcəklər buyurulur. 12-ci əsrdə yaşamış din alimlərindən İbn Berrecan bəhs etdiyimiz qiraət forması ilə həmin ayələr üzərində riyazi hesablamalar apararaq bir tarix çıxarır və bildirir ki, məhz bu tarixdə Bizans müsəlmanlara məğlub olacaq və Məscid-ül Əqsa işğaldan qurtarılacaq. İbn Berrecan bu sözü deyir və əlavə edir ki, biz hazırda Hicri 522-ci ildəyik. Alim Rum surəsini incələyərək tapdığı tarixə çatmır və təəssüflər olsun ki, hesablamanı apardığı ildən 14 il sonra vəfat edir. Ancaq əlyazmaları saxlanılır və diqqətlə təqib edilir. Bəs onun dediyi tarixdə nə baş verir? Bu barədə isə növbəti videomuzda